Salam, siz startdasınız. Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyuna bu gün çıxacaq. Yığmamız səfərdə Bolqarıstan ilə üz-üzə gələcək. Görüş saat 21:00-da Plovdiv şəhərində yerləşən Kaladrum stadionunda start götürəcək. ABŞ-ın Milli Basketbol Assosiasiyası olan NBA-də 21-ci əsrin yeni rekordu qeydə alınıb. Bu uğura Miami Heat komandasının mərkəz oyunçusu Bam Adebayo müntəzəm mövsümün Washington Wizards-la keçirilən oyunda 83 xal toplayaraq imza atıb. O, bir maçda qazanılan xallar üzrə cari əsrin rekordunu yeniləyərək 81 xal toplayan Kobe Bryantı geridə qoyub. Ümumilikdə isə NBA-də bir oyunda ən çox xal toplamaq rekordu Will Chamberlainə məxsusdur. O, 1962-ci il mövsümündə bir maçda 100 xal toplayıb. Napoli klubu Şotlandiya millisinin yarım müdafiəçisi Scott McTominay ilə müqavilə uzatmağı planlaşdırır. Mavilər Şotlandiyalıya 2030-cu ilin yayına qədər müqavilə təklif etmək istəyir. Qeyd edək ki, oyunçu Napoli 2024-cü ilin yayında Manchester United-dən keçib. Bu mövsüm isə McTominay klubun heyətində bütün turnirlər üzrə 34 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürməklə yadda qalıb. Futbolçunun hazırki transfer dəyəri isə 45 milyon avrodur. İndi isə keçək günün maraqlı qarşılaşmalarına. UEFA Çempionlar Liqasının 8-də 1 finalının ilk maçlarında bugün keçiriləcək 4 qarşılaşma ilə yekun vurulacaq. Turnirin əsas favoriti olan Arsenal Leverkusendə Bayerin qonağı olur. Liqa mərhələsində itkisiz başa vuran topçular uğurlu gedişatı davam etdirmək niyyətindədir. Ötən tur Olympiakos sədrini keçən Bayer isə qeyri-stabil çıxışa rəğmən doğma meydanda müqavimət göstərməyə çalışacaq. Lakin ev sahibi komandanın xüsusən müdafiədə problemlər yaşadığını nəzərə alsa, bu maçda Arsenalın qələbə qazanacağını düşünürəm. Avropanın iki nəhəngi Real Madrid və Manchester City növbəti dəfə Santiago Bernabeu-da münasibətlərinə aydınlıq gətirəcək. Son 10 ildə artıq 6-cı dəfə üz-üzə gələn tərəflər arasında şəhərlərin aşkar üstünlüyü diqqət çəkir. Dekabrda elə bu stadionda Realı 2-1 hesabı ilə məğlub etməyə bacaran Guardiola'nın komandasında işlər yaxşı gedir. Real klubu isə əksinə artıq bir neçə müddətdir ciddi zədələrlə mübarizə aparır. Klub bugün Mbappe, Bellingham, Rodrigo, Militao, Alaba, Ceballos və Asensio kimi əsas heyət futbolçularını xidmətindən məhrum qalacaq. Bu isə maçda şəhərlərin daha dominant oyun sərgiləyəcəyindən xəbər verir. Təxminim Real Madridin rəqmin sürətli hücumlarına qarşı yalnız bir taymda dözə biləcəyi və City'nin ən azı bir hissədə qələbə qazanacağından yanadır. Ötən yay klublararası dünya çempionatının finalistləri olan PSG və Chelsea yenidən üz-üzə gələcək. İyulda rəqibinə 0-3 hesabı ilə uducan Parislər bu dəfə Parc des Princes-də revanş niyyətindədir. Fransa təmsilçisi liqa mərhələsini 6-cı pillədə bitirən Chelsea-yə qarşı dominant futbol nümayiş etdirməyə çalışacaq. Hər iki komandanın son oyunlardakı yüksək məhsuldarlığını və PSG-nin meydan amilini nəzərə alaraq ev sahiblərinin bu maçda qələbəsini və ən azı 3 qolun vurulacağını ehtimal etmək olar. Mövsümün sürpriz komandalarından hesab olunan Bodo Glimt ilk oyunda Sportingi qəbul edir. Ötən tur son finalçı Inter hər iki oyunda məğlub edərək böyük səs-küy yaradan Norveç təmsilçisi son 5 rəsmi maçın hamısında qələbə qazanıb. Asmira stadionda favorit sayılan meydan sahiblərinin qarşısında isə son 12 maçda məğlub olmayan Sporting var. Hər iki komandanın açıq və hücum yönümlü futbol sərgiləyəcəyini, həmçinin yüksək qol statistikasına malik olduğunu nəzərə alaraq bu qarşılaşmada qarşılıqlı qolların vurulacağını proqnozlaşdırmaq olar. Ümumilikdə isə ev sahiblərinin bu maçda məğlub olmayacağı senarisi də ağla batandır. Start bugünlük ölçünə yekun vurdu. Siz isə final fitnə qədər bizimlə qalın. Unutmayın, idman sağlamlıqdır. İdmanla qalın, sağlam qalın.